Xeyir olsun değerli izleyicilerimiz. Dekabrın 29'u da artık ayda ile bitmək üzrədir. Bugün neler baş verəcək bildiyiniz kimi qızıl yeni rekordu 4550'lere kadar yükseldi ve bu səhər saatlarında yükselenden sonra 77 dolar eniş nümayiş etdi. Ondan sonra ise 48 dolar qalxışlar. Alışlar 4521'den Signal kanalında artık paylaşmışıq. Satışlar ise 4507'lerden az bir şekilde yani koreksiyalara məruz qalacaq. Amma ümumi olarak yani yükselişler, hedefler 4617'ler, 4695'lerdir. Keçə biz Bitcoin'e neler baş verəcək? Biz artıq keçən həftə yükseliş barəsində danışmışdıq. Bu gün səhər saatlarında 3000 dolar yuxarı doğru istiqamətdə davam etdirdi. Ve bundan sonraki alışlar hansı olacak? Yani bundan sonraki gün ərzində hedefi 91.500'lərdir. Koreksiyalar gəldiysə günün ikinci yarısından sonra koreksiyalar müşahidə olunacaq. Keçək biz neftə. Neft yani ayın 19'una açılan gepi 5-ci gün cümə günü 2 dolar enişlə həmin gepi çok mükemmel şekilde bağladı. Bugün yeni satışlar ve alışlar hansı nöqtədən gelir? Satışlar 60-50'lərdən, alışlar ise 61-55'lere ve 61-77'lere kimi qalxacaq. Ondan sonra koreksiyalar yeniden məruz qalabilir. Çünkü bu nöqtələr 61-55'ler ve 61 koridor ilə söhbət gedir. 77'lər dönüş nöqtəsi kimi güclü müqamət xəttidir. Keçək biz funtun donlar rəqabətinə. Funtun donlar rəqabəti səhər saatlarında aşağı doğru istiqamət alsa belə ümumi istiqamət yuxarıda, yəni az bir çox az enəcək. Ondan sonra isə yüksəlişlər gözlənilir ümumi olaraq, yəni gələn ildə mart ayına qədər yəni yüksəlişlər gözlənilir və alışlar 1.35 120'lərdən, satışlar isə 1.34 500'lərdən. Təbii ki, bu bizim fikrimizdə qərar sizin özünüzün. Evron dolar rəqabətli gəldi isə o da səhər saatlarında enişlər olsa belə dönüş nöqtələri var. 1.17 600'lər, 1.17 400'lər. Çok güçlü bir dönüş nöqtəsidir. Ümumi olarak yani istiqamət yuxarıda 1.17 750'lərdən sonra yenidən alışlardır. Nasdaq S&P Dow Jones ve DAX'lara gəldikdə isə bunlar təbii ki ümumi istiqamət yuxarıda, yəni koreksiyalar versələr belə yeni ildə gələn aylarda yenidən yükselişler baş verəcək. Hələlik inşallah görüşmək ümidi ilə sağ olun.